Aha, buyurun Ruhiyə xanım, sizi dinləyirik. Xoş gördük hər birinizi, qrup üzvləri təlimimizdə, yəni təşkil etdiyimiz ödənişsiz marafonda. Bugün özümü təqdim edeyim. Adım Ruhəngiz Quliyevadır, ingilis dili müəllimiyəm. 6 ildir ki, ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm, işləyirəm. Qərara gəldik ki, ödənişsiz marafon təşkil edək ki, hər kəs yararlansın bundan. Bugün də istədim tanışlıq günü eləyək sizlərlə. Sonra da səs verməklə mövzular seçək. Həftədə bir dəfə bu mövzu üzərində müzakirələr eləyək. Ona görə çox istərdim ki, sizlər də özünüzü təqdim edəsiniz. Dəniz xanım və Sahil bəy. Bəli, ilk növbədə mən özümü təqdim edeyim. Onlar çıxışa hazırlaşana qədər indi tanıyan YouTube platformasından da izləyicilər olacaq. Onun üçün mən artıq Nuray Rəhimli Ener Akademinin yaradıcısı və rəhbəri, həm də bir çox ixtisas sahibiyəm. Mən də bu sahə ilə 3 ilə yaxındır məşğulam və ortaq iki layihənin birlikdə iki platformanın ortaq layihəsi olduğu üçün mən də özümü təqdim etməkdə bir borc bildim. Sahil bəy, danışmaq istəyirsiniz? Yəni ingilis dili səviyyəniz haqqında A1 midir, yoxsa başlanğıcdırmı? Sahil bəy, səsimiz gəlir sizə? İstəyirsiniz siz yox, aha, səs gəlir, yəqin ki danışmalı ortam deyil deyə. İstəyirsiniz siz ilk əvvəl ingilis dilinin mərtəbələrini izah eləyin. A1 hansıdır, A2 hansıdır, ən yüksək səviyyə hansıdır, ən aşağı səviyyə hansıdır və bu ingilis dili üzrə hansı nəylərdə istifadə eləyə bilərik, ən çox qarşımıza hansı sözlər çıxır. Bu kimi istəyirsiniz aşağıdan yuxarı giriş verin ki, hər kəsə aydın olsun. Aha, bəli, Sahil bəy də aşağı yazıb ki, uyğun deyil müəllimə, başa düşdüm. İngilis dili səviyyəsi beginnerdir, yəni başlanğıc səviyyə alfabetlərdən ibarətdir. Sonra isə A1 səviyyə gəlir, burada xırda sözlərdən başlanılır. A2 artıq ən azı 2 cümlə qura bilir. Sonra B1 gəlir. Burada artıq çox düşünmədən danışmağa başlayırsınız B1 səviyyədə. Ən azı 3-4 dəqiqə yox, uzaq maksimum 1 dəqiqə, 40 saniyə yəni düşünmə ehtimalı var. B2-də artıq sərbəst danışırsınız. Üst səviyyədir. C1-də isə artıq akademik səviyyə sayılır bizdə. Ən üst səviyyə C1-dir. C1 səviyyə deyirik buna. Belə. İndi bilmək istəyərik burada A1-dirlərmi, A2-dirmi, yoxsa B1. Yəni səs uyğun deyilsə mesaj yerinə yaza bilərlər. Aha, bəli. 2 nəfər aşağıda səsləri uyğun deyil deyə aşağıda yaza bilərlər. Sahil bəy və Ömər bəy, buyurun siz aşağıda bilgilərinizi qeyd edin və burada heç bir çəkiniləcək bir səbəb yoxdur. Çünki insanlar birdən fikirləşə bilir ki, mən birdən deyərəm aşağı olar deyə, yəni necə deyim, utanılası bir şey deyil. Sadəcə bir səmimi bir dərs ortamı yaratmaq istədik. İngilis dilinə başlananda ilk öncə şəxsləri bilmək önəmlidir. A1-də şəxsləri bilməliyik. İngilis dilində şəxslər çoxdur. Şəxs əvəzliyi var, yiyəlik var, obyekt əvəzliyi var. Yəni bizdəki kimi də deyək ki, belə şəxslər var. O şəxsləri bilmək lazımdır. Yəni eləsi var, ondan sonra isim gəlir və yaxud da birbaşa feil gəlir. Yəni zamanları və şəxsləri uyğun istifadə etmək lazımdır ingilis dilində, əgər daha rahat danışmaq istəyiriksə.
Bizə də danışmaqda daha çox bağlayıcılar kömək edir ingilis dilində. Əgər uzun cümlələr qurmaq istəyiriksə, bağlayıcıları bilməliyik ki, 2 və yaxud da 3 cümlə ard-arda qura bilək bağlayıcılardan istifadə edib. Sonra məsələn deyirik ki, ən qısa cümləni deyim A1, A2. I am a teacher, I am a student. Bu A1, A2 səviyyə cümlədir. Bir də var ki, artıq uzun cümlələr deməyə başlayırıq. Məsələn, günlük özünüz haqqında rutin deyirik. Məsələn, every day I wake up at 7 o'clock and I get dressed and wash my face, hands and I have breakfast with my family. Artıq uzun cümlələr qurmağa başlayır, özü haqqında uzun məlumatlar verir. And bağlayıcısından, batdan istifadə edir. Yəni, deyəcəyim odur ki, şəxsləri biliriksə, şəxslərin istifadə yerini biliriksə və bağlayıcılar haqqında məlumatımız varsa, biz ingilis dili bizim üçün rahat olacaq. Bir də ki, swap qaydasını bilsək. Onu da ki, bugün deyə bilmərəm, amma sabah qrupa yazıb atacağım bunu, swap qaydasını. Yəni, mübtədə gəlir, mübtədən yanı ilə feil gəlir, sonra tamamlıq, təyin və yer zərfi və ən axırda zaman zərfimiz gəlir. Zaman zərflərindən istifadə edirik. Yəni, yazarkən də bu qaydadan istifadə edirik. Yəni, daha çox uşaqlarımı mən speakingdə yazaraq öyrədirəm ki, beyinlərinə həkk olunsun. Yəni, mətn də tərcümə etdirəndə elə bil yadımızda qalmayan ən çətin sözlər belə istifadə edərək yadımızda qalır. Yəni, çalışıram ki, əzbərçiliyə yol verməyim ingilis dilində. Öyrənməyə yol verim. Belə. Aha, mən bir sual da vermək istəyirdim. Ən çox insanlara maraqlı olan budur ki, Azərbaycan dili ilə ingilis dilinin nə fərqi var? Yəni, burada sıfırdan qoşulanlar var, A1 səviyyəsi belə tam olmayan insanlar ola bilər. Həm də bu biz bütün platformalarda paylaşılacaq üçün hər kəsə yönləndirmək istədim. Yəni ki, Azərbaycan dili ilə ingilis dilinin fərqi, yəni necə fərqi var? Fərqi ola bilər ki, bizdə məsələn mübtədə, daha doğrusu tam deyil, cümlənin sonunda gəlir. Mən filan yerə getdim, mən bağçaya getdim. Amma ingilislər deyir, mən getdim, sonra bağçaya yazır. Mən getdim bağçaya. Biraz cümlə quruluşunda fərq olur. Düzdür, xəbər mübtədən yanında yazılır, amma sonda deyilir. Aha. Tərcümə olaraq elə çıxır bizdən. Və ingilis dili də bizim dil kimi zəngindir. Sözlərin mənaları fərqli ola bilər. Məsələn, birləşmələr var, fail, preposition, phrasal verbslər deyil. Bu birləşmələr var fərqli olaraq. B1, B2 səviyyədə artıq bu phrazallar istifadə olunmağa başlayır. Yəni, səviyyə atlamaq üçün bunları da bilməliyik. Məsələn, continue davam eləmək deməkdir. Amma onun bir sürü frazalı var. Keep on, go on, carry on, move on. Yəni, çox sinonimi var. Yəni, ingilis dilində sinonimlər çoxdur. Ki, hər birisini əzbərdən bilmək lazımdır fərq olaraq. Bizim dildən fərqli olaraq. Və bir sözün çox mənası var. Make-di, keep-di, get-di. Yəni, get-i atmışam qrupa. Yəni, onun deyərdim ki, 10%-dir. Yəni, yenə çox faizli durur. Yəni, öz kitab yazmışam phrasal verbslərlə, idiomlarla bağlı. Mən çap elətdirməmişəm. Qismət olaraq çap elətdirərəm. Yəni, get-ə aid bəlkə də bir 100-ə yaxın phrasal verbs var. Yəni, çox zəngin dildir və alınma sözlər çoxdur. Məsələn, biz ərəblərdən, farslardan biraz almışıq. Amma ki, ingilislər müstəmləkə ölkədə, belə deyək, hər ölkədən Almandan biraz alıb, o birisindən alıb. Yəni, söz ehtiyatı çox boldur. Və phrasalları da dəhşət çoxdur, yəni. Hamısını istifadə eləməsələr də bəzən istifadə edirlər. Yəni, speakinglərində istifadə olur. Məsələn, Amerikan accentdə, speakingdə buna çox rast gələ bilərik. Məsələn, qısaltmalar çoxdur ingilis dilində. Biz çox qısaltmasaq da, amma onlar speakingdə çox qısaldırlar cümləni. Məsələn, out of, out'a, watch'a, getcha, have-ta.
have to-nu qısaldırlar, have to. Yəni anlaya bilmirsən ki, bu nə deyir. Amma sən demə have to deyir, have to deyir. Məsələn, I have, I've, am, I am yox, am. Ona görə çox adam başa düşə bilmir ki, axı mən ingiliscə danışa bilirəm, amma başa düşə bilmirəm. Çünki çox qısaldırlar deyə çox sürətli danışırlar. Məsələn, I am going to, I'm gonna to. Daha doğrusu I'm gonna. Getdi cümlə, yəni I'm gonna sürətli dedilər. I wanna gonna supermarket. Supermarketə getmək istəyirəm. Məsələn, amma biz deyirik ki, I want to go to supermarket. Uzun uzadı deyirik, amma qısaldırlar. I wanna gonna. Yəni fərq budur, deyərdim ki. Aha, deməli başa düşməməyin ilkin səbəblərindən biri cümlələri yəni sözləri birləşdirməkdir. Yəni yeyir deyə bizə deyirlər, məsələn, cümlə sözü yeyir. Onlar yeyirlər, belə deyim. Aha. Bəs və bunun da fərqi də var. Buyurun, siz Accent deyin. fərqi də var. British accent var, American accent var. Məsələn, biz eggplant deyirik badımcana, onlar aborigines deyir. Yəni leaf deyirlər istifadələrimiz, amma Britishlər buna fərqli olaraq fərqli deyirlər. Fərqli tələffüz eləyirlər. Məsələn, on weekends deyir ingilislər, amma Amerikanlar at weekends deyir. Məsələn, rəng sözü ingilislər color yazır, amma Amerikanlarda orada u-suz yazılır. Yəni aksent, hərf fərqi çox olur, yəni hiss olunur az da olsa. Aha, onda mən fərqini anladığım qədər belə deyim, göründüz deyirəm. Məsəl üçün bizlə digər türk xalqları kimi fərqlər. Məsələn, Türkiyə türkcəsi ilə bizim türkcəmizin fərqi, Özbək türkcəsi ilə bizim türkcəmizin fərqi. Yəni eyni hərflərdir, amma başqa məniyə və eyni sözlərin başqa cür yazılışı. Düz başa düşmüşəm? Bəli, tələffüz fərqi deyək. Tələffüz fərqi hiss olunur və Amerikan aksenti daha sürətlidir. Çünki orada niqalar olur. O niqalar elə bir yeyirlər sözü də daha kobud ifadə edirlər. Slang language deyək bu kimi. Aha. Bəs onun ilkin başlayanlar üçün, yəni sıfırdan başlayanlar üçün ilk olaraq yazılımı öyrənməlidirlər. Yəni speaking mi, listening mi, yoxsa writing mi? Mən ilk öncə writingdən başladıram. Cümlə quruluşunu düzgün ifadə etsinlər deyə. Sonra writingi speakingə çevirirəm. Yavaş-yavaş da A1 dinləmələr elətdirirəm ta ki səviyyə qalxıb onu başa düşənə qədər. Yəni hamısını bir yerə yığmıram. Səviyyə atladıram ki, sonra çətinlik yaratmasın. Aha, planlı. Bəli. Mən tərcüməyə də önəm verdirəm ki, çünki ingilislərdə axı sözlər başqa yerlərdə olur, amma onu bir yerə yığmalısan. Ona da köməklik göstərirəm ki, görəndə məsələn, abituriyentlər də olur, məndə orada reading testləri olur, listeninglər olur, yəni hamısında yəni listening, reading var və üzrü sahib boğazıma görə cümlə quruluşunu düzgün ifadə elətdirməyəcəm. Çünki orada deyir ki, mən plan yerə getdim, amma orada məndəkilər fərqli tərəfdir. Mən getdim, bundan sonra axırda yer zərfin yerin qarışdırır. Bu da bizim listeningimizə təsir eləyir. Ona görə ilk öncə struktur önəmlidir. Çünki hər bir dilin öz strukturu var. Məsələn, İspan dili yazıldığı kimi oxunur. Hər kəsə rahat gələ bilər. Bəli, yazıldığı kimi oxunur. Bir-iki hərfin fərqi olur və s. Amma ingilis dilində şəkilçilərin fərqli oxunuşu var. Məsələn, C-dan sonra qalın saat gələndə K oxunur, incə saat gələndə S oxunur. Bu da çətinlik yaradır. Ona görə beginnerdən başlayanlarla ilk növbədə mən alfabedən başlayıram. Çünki fərqli tələffüz olunurlar. Məsələn, məktəbdə bizə öyrədiblər ki, Z artıq, Z. Amma o D-dir. D. Bəli, Elə bir tərtəs kimi də, yəni D kimi çıxır ağzımızdan, belə deyim sizə. Aha, bəli. Bir də bayaq 2 sualım var idi sizə. Dediniz ki, Alman dilindən sözlər də götürüblər, Almancadan da sözlər götürüblər.
Onu alman dili ilə yaxınlıqları mı var, yoxsa işğal dövrü üçünmü ondan söz götürüblər? Onu tam başa düşmədim. Yəni yəqin ki, izləyicilərimizə də orası da maraqlıdır ki, alman dilindən, yəni qohum dilimi yoxsa yaxınlıqları mı var? Qohum dillər deyil, Anglo-Saks dillər qrupuna daxildir. Bəli, yəni ingilis dilini öyrənən alman dilini də məncə rahat öyrənər kimi başa düşdüm. Yəni brother deyir, amma almanlar brother deyir, brother deyir. Yəni onlarda da x kimi hərf tələffüz fərqləri biraz da alman dili kobud dildir deyərdim sizə. Yəni qohum dil qruplarına daxildir, Anglo-Saks dil qrupuna daxildir. Bildim, hə. Bir də bayaq o feil birinci siz dediniz ki, Ben orada bir söz deyim sizə. İkinci Dünya müharibəsi zamanı da yəni bəzi sözlər var ki, bu dilə keçibdir. İkinci Dünya müharibəsi zamanı. Bəli. Məsələn, rüksak var, rükzak, bel çantası sözlər var, bilet sözləri var. Yəni bəzi müharibəyə aid sözlər. Məsələn, müharibə vaxtı deadline, ölüm xətti deyə bir ifadə də yaranıbdır. Yəni qohum dillərdə həm də ki, indi əlaqələr qurduqca bəzi sözlər keçir. Məsələn, türklərə ruslarda dobra sözü gəldi. Çox tez qarşıma çıxır dobra sözü. İstər-istəməz dilə keçir. Məsələn, kindergarten uşaq bağçası alman sözüdür. Almandan keçir. Bəli. Maraqlı məlumatdır. Bəli, çox sağ ol. Bir də bizim ümumiyyətlə Azərbaycan dilində də və Azərbaycan dilində qarışıqlıq yaratdığı üçün mən bunu sizə demək istəyirəm ki, ingilis dilində qarışıqlıq yaradırmı, yoxsa yaratmırmı? O feillərlə zərflər bizdə, bir də feil sifət. Bu üç növ var. Feilin özü, zərf, bir də feil sifət. Onu bizdə feilin iki növü var da, üç növü var. Keçmiş, indiki, gələcək. Məncə ingilislərdə 4 növü var. Keçmiş, bitmiş, indiki davam edici, bir də deyəsən gələcək. İngilis dilində 16 zaman var. 16 zaman. O zamanlar barəsində biraz qısa məlumat verə bilərsiniz, çünki bizdə 3 zaman növü olduğu üçün qarışdırıla bilər. Məsələn, indiki sadə mən qrupa yazmışam, do does, etmək feili. Yəni bu do does nədir? Adət halına almış bir hərəkətdir və biz bunu hər gün eləyirik. Təbii fəlakətdir, fəlakətlər olsun. Adət halına almış hərəkət. Məsələn, I go to school every day. Mən hər gün məktəbə gedirəm. Feilə heç bir şey artırmadıq biz. Çünki adət halına alıb və everyday söz var və zaman zərfləri də ki, bizə köməklik eləyir burada. İstər speakingdə olsun, istər writingdə olsun, testlərdə olsun. Bunu seçmək rahatdır. Sadəcə fərq odur ki, üçüncü şəxsin təkində biz feilə s artırırıq. İtə, şiyə, bir də hiyə. She likes, he likes, he goes. Amma sual və inkarda bu s-lər ixtisar olunur daz gəldiyinə görə. Çünki biz dazın s-ini artırmışıq ora. Və indiki davam edici zaman. Am, is, are, ing-li feil. Hətta to da deyilir bəzən buna. Məsələn, hərəkətsiz feil olanda biz ing-dən istifadə etmirik. Məsələn, I am a teacher. Teachering deyə bilmərik, yaxud isim gəlir. Hərəkət yoxdur. Amma I am learning deyirik. Mən öyrənirəm. Hal-hazırda hərəkət davam edir. Hər zamanın öz ardıcıllığı bitmişi var, göz davamı var. Məsələn, present perfect. İndiki bitmiş zaman. Bu isə indiki davam edici zamanın bitmiş formasıdır. Mış kimi tərcümə olunur. Məsələn, və feilin üçüncü forması ilə işlənir. Məsələn, I have cleaned my room. Təmizləmişəm. Otağımı təmizləmişəm. Mış. İndiki davam. Məsələn, I am cleaning my room. Təmizləyirəm. Və işim bitdi. I have cleaned my room. Otağımı təmizləmişəm. Yəni otağım təmizdir. Sonra I have been var.
Hərəkət başlayıb, amma bitməyib. Present perfect continuous. İndiki bitib davam edən zaman. Yəni hərəkət başlayıb, amma bitməyib. Məsələn, deyək ki, I have been living in Baku for 3 years. Məsələn, 3 ildən bəridir ki, 3 il müddətindədir ki, Bakıda yaşamışam, yaşayıram. Yəni yaşamağa davam edirəm, bitməyibdir. I have been learning the English language for 3 months. 3 aydır ki, İngilis dilini öyrənirəm. 3 aydan bəridir ki, İngilis dilini öyrənirəm. Yəni ki, hərəkət bitməyib, davam edir. Başlama müddəti bəllidir, amma bitmə müddəti bəlli deyil. İndiki davam edicinin necə? 4 forma. İndiki zamanı 4 formasını öyrəndik. Sonra gəlir keçmiş zaman. Did. Oldu, bitdi hərəkət. I went. Mən getdim. Sonra indiki keçmiş davam edici. I was going to school yesterday. Mən dünən məktəbə gedirdim. Hərəkət bu vaxtı dünən davam edirdi. Sonra past perfect, keçmiş bitmiş. O da mışdım. Having elə bir keçmişi. Mən getmişdim. Mən görmüşdüm. Və had been var. Keçmişdə başlayıb nəticəsi göz qabağında olan hərəkətdir. Belə deyim sizə. Bu da oldu 4 dənə, elədi 8. Sonra gələcək zaman shall will. Bu da rahatdır. I shall go. Mən gedəcəm. Və yaxud da I will go. Daha çox shall ixtisarı olunubdur. Speakingdə will istifadə olunur İngilis dilində. Sadəcə qrammatik olaraq da ki, biz testlərdə shall istifadə edirik. Əslində shall hansıdır, will hansıdır? Yəni nəyə shall nədən çıxarış olunub, nə üçün? Şəxsə görə I, we ilə shall işlənir, digər şəxslərlə will işlənir. Amma indi ingilislər neyək? Yəni soccer, futbol sözüdür, onu da özləri yaradıbdılar. Amma Amerikana keçib deyə istəməyiblər, futbolu istifadə ediblər ki, bu söz ingilislərə məxsusdur. Yəni soccer American language-dir, belə deyək. Onların sözüdür. Yəni bu da onun kimi daha çox will işlədirlər. Speakingdə. Gələcək zaman, sonra will be, shall be, gəlmiş olacam, getmiş olacam, müəllim olacam. I will be a teacher. Next year, məsələn, gələn il mən müəllim olacam. Be olmaq deməkdir. Will də acaq, gələcək zamandır. Sonra keçmişə nəzərən gələcək zaman would-dur. I would be a teacher. Müəllim ola bilərdim, müəllim olardım, olacaqdım. Ardım, ərdim kimi tərcümə olunur. Sonra gələcək davam edici zamanımız var. Gələcək, nə bilim, davam edib bitmiş zamanımız var. Yəni var da belə deyim sizə, yəni bitmir. Bəli, başa düşdüm. Elə bizim də hazır vaxtımıza 10 dəqiqə qalmışkən mən son olaraq bu sualı da verim. İnsanlar, yəni mən məsəl üçün tutalım, İngilis dilinə sıfırdan başlayıram. İndi qarşıma artıq bir səviyyə öyrənmişəm. Məsəl üçün A1-i, A2-ni keçmişəm. Və mənə o zamanlar imtahan verməyə getmişəm və zamanlar sualları düşüb, zamanlardan düşüb də feilin zaman formalarından. Ondan düşəndə indi mənim qarşımda siz dediniz ki, indiki zaman var, bir də indiki davam edici zaman var. Yəni o bir testdə bir nümunədə eyni düşə bilər, yəni hər ikisindən də düşə bilər. Xeyr. Variantlarda məsələn is, do-dan qoya bilərlər. Amma ki, zaman zərfi mütləq orada olur. Məsələn, usually, always, seldom, often sözü görsəz, bilin ki, bu indiki sadə zaman do-dazdır. Əgər now, at the moment zaman zərfi varsa, deməli bu present continuous, yəni indiki davam edici zaman. Yəni mütləq onu qoyurlar. O zərf orada olur. Yəni mütləq olur. Aha, yəni orada mütləq bir zərf olmalıdır. Bəli, əgər 2 zaman qoyurlarsa, 2 boşluq varsa, mütləq uzlaşmaya baxın.
Gələcəklə keçmiş uzlaşmaz. İndiki ilə gələcək uzlaşar. Yəni keçmişlə keçmiş, indiki ilə indiki, gələcəklə gələcək və indiki gələcək uzlaşar. Amma ki birində gələcək keçmiş görsəz uzlaşa bilməz. Keçmişə nəzərən gələcək zaman would keçmişlə uzlaşa bilər. Amma digərləri uzlaşa bilməz. Çünki uzlaşma pozulur. Yəni bu da testlərdə sizə kömək edir. Aha, bəs Azərbaycan dilində indi Azərbaycan dili ilə ən çox həm bizdə də istifadə olunan qayda, həm onlarda istifadə olunan qayda hansıdır? Yəni ilk sıradan başlayanda tutaq ki, biz bilirik ki, Azərbaycan dilində ilk hərflər öyrənilir, ingilis dilində ilk hərflər öyrənilir. Bəs ayrı ortaq nə qaydası var? Ortaq qayda deyək ki, sifət oxşardı, zərf oxşardı qayda olaraq. Sadəcə biz ingilis dilində gerund var, infinitiv var, o bizdə yoxdur. Amma bizdə də feil hərəkət bildirir, onlarda dilədir. Məsələn, bizdə də onlarda yəlik hal var. Possessive case deyirik də, apostrof s. Amma bizdə o mənsubiyyət kimi gedir. Ön mənsubiyyət. Məsələn, Emin's bags. Eminin kitabı. Bu oldu possessive case. Amma bu bizdə olur mənsubiyyət. Yəni kiminsə mənsubiyyətdir. Yəni ad fərqliliyi olur. Aha, bildim. Bəs Amma bəli. Aha, buyurun, siz tamamlayın, mən deyəcəm. Amma Azərbaycan dili qrammatikasını yaxşı bilən, ingilis dili qrammatikasında çox çətinlik çəkmir. Aha, mən elə ona gətirmək istəyirdim. Çünki siz indi bayaq dediniz ki, iki qayda vardı. Cenyari ilə nə idisə dediniz, onun tam yadımda. Gerund. Aha, gerund. O ikisini dediniz ki, Azərbaycan dilində yoxdur. O nədir? Yəni neçənci sinifdən başlayır o gerund dediyiniz? Gerund to infinitive hardasa 8-ci, 9-cu sinifdən başlayır. Aha, yəni 8-ci sinifə qədər 5, 6, 7 artıq yəni deyim A1, A2 səviyyəsindədir də məncə. Bəli. Gerunddakı Azərbaycan dilində yoxdur deyə bilmirəm necə başa salım. ING-dir. Bunu seç. ING necə ola bilər? ING şəkilçisi də var ingilis dilində. İng ilə başlayan söz də var. Bu elə bir isimdən sonra gələ bilər. Yəni əvəzliyindən sonra gələ bilər, söz önündən sonra gələ bilər. To infinitive, elə bir bu feilləri sadəcə əzbərləməliyik biz. Xüsusi qayda deyə bir şey yox. Sadəcə əzbərləməlisən. Hansı sözdən sonra to gəlir, hansı ing ilə işlənir. Yəni əzbərə bilməliyik bunu. Bir də ki, qaydanı tətbiq eləmək. İngilis dili qayda tətbiqinə yönəmlidir. Tətbiq etməlisən. Bir də ki, ən azı tərcümə bacarığımız olmalıdır. Bunu işləyə bilmək üçün. Aha, bir də son zamanlarda qarşıma belə bir şey çıxır. İngilis dilindən təcrübə proqramları. Yəni hazırlıq yox, səviyyə üzrə təcrübə proqramları. Məsələn, SMM üzrə təcrübə proqramları olduğu kimi, sonra IT üzrə olduğu kimi, bank bizneslə bağlı təcrübə proqramları olduğu kimi, ingilis dili üzrə də təcrübə proqramları var, 6 aylıq, 3 aylıq. O nə cürə hazırlıq kimidirmi, yoxsa nə cürə, yəni effekti olar? Yəni qısa zamanda bir hansısa ölkəni dəyişib xaricə getmək istəyənlər ola bilər. Yəni onun üçün nə cürə bir effekti olarmı, yoxsa hazırlığa mı getməlidir, yoxsa adi listeninglərə mi qulaq asmalıdır? Yəni səviyyəsi aşağı olan ingilis dili səviyyəsi. Belə deyim, əslində onun içində hamısı var təcrübə proqramı. Yəni bu təcrübə proqramı mən də keçmişəm fevral ayında. Praktik yönümlüdür. Speakingi elə bil təkmilləşdirmək üçün və gündəlik ifadələr işlətmək üçün, dinləmə və danışıq bacarığını artırmaq üçün, həm qrammatik, həm söz bazasını genişləndirmək üçün, mədəniyyət və ünsiyyət bacarıqlarımızı inkişaf etdirmək üçün bu təcrübə proqramlarının istifadə olunur, təşkil olunur. Yəni çox effektiv bir proqramdır bu. Aha, yəni heç bir oyunlar da olur, diyaloqlar da olur. Söz və ifadə, nəzakətli suallar, cümlə quruluşu, audio mətn, film, video, yəni hər şey olur bu təcrübə proqramı içində təkmilləşdirmək üçün. Aha, yəni heç bir səviyyə dil biliyi olmasa belə ona rahatlıqla qoşula bilər məncə.
Düz başa Ən azı düşürlər. bir A2 olmalıdır. Baza olmalıdır ki, rahat Aha, iştirak edə bəli. bilsin. Aha, başa düşdüm. Sizin əlavə nəsə əlavə eləmək istəyəcəyiniz bir şey var? 3 dəqiqəmiz qalıb. Əlavə eləyəcəyiniz nəsə var, yoxsa yəni məsəl üçün bu gün ev tapşırığı verirsinizmi, yoxsa qrup barədə Mən ev məlumat tapşırığı verəcəksiniz necə? vermişdim. Ev tapşırığı vermişdim. Özləri haqqında məlumat və nümunə də atmışdım. Sadəcə niyəsə həmin insanlar iştirak etmədi bu gün. Ümid edirəm gələn 3-cü günə kimi saat 9-da 10'un yaxşı olar. yarısından belə deyim. Yaxşı. Onun yarısından çox insan iştirak edir və speaking edir. Yəni bir dili öyrənmək üçün istifadə etmək lazımdır. Yoxsa yəni belə inkişaf etmək olmur. Danışmaq lazımdır. Aha. Bir də çox vaxtımızın bitməyinə az qalıb. İnsanlar ən bildiyimiz kimi rahat yola getmək istəyirlər. Filmlərlə öyrənmək istəyirlər. Yəni yazını bilirlər, A1 səviyyəsində bilirlər, amma daha üstün etməkdən ötürü necə deyim, filmlərdən, musiqilərdən istifadə edirlər. Onun üçün necə etmək lazımdır? Nə faydası olurmu? Film izləmək üçün, yəni başa düşmək üçün, ən az anlamaq üçün söz ehtiyatı bol olmalıdır ki, mən söz ehtiyatını bilirəm, filmə baxıram və bu cümlələri tam ifadələr olur da, məsələn, onu götürüb istifadə edirik. Zamanları bilməliyik ki, zamanları da azdan çoxdan bilməliyik ki, filmlərdən artıq bunu başa düşüb özümüzü təkmilləşdirmiş olaq ən az. Yəni mən söz bazası bilmirəm, amma ingiliscə filmə baxıram, necə anlaya bilərəm, necə öyrənə bilərəm ki bunu. Yəni bir A2 səviyyədə ən azı bir 1000-1500 söz ehtiyatı olmalıdır. Aha, yəni ikinci səviyyə aşağı yox, bir pillə yüksək səviyyədə ən azı 1500 söz bilinməlidir. Yəni çox az bilirsə, cizgi film, A1 səviyyə cizgi filmlərdən başlamalıdır. Sonra biraz qaldırmalıdır. Sonra filmlərə keçməlidir. Sonra məndə elə bir videolar var. Həmin adam səviyyələr üzrə video paylaşır. O haqqda danışır, mövzu, məsələn, idman, günlük həyat, pul haqqında, iş haqqında səviyyə üzrə həmin A1, A2 səviyyə üzrə danışır. Yəni mən öz tələbələrimə ondan istifadə edirəm ki, görüm qavrayış, anlayış necədir? Yəni başa düşürlərmi bunu? Söz ehtiyatı olmayan deyir ki, mənim heç nə anlamadım, heç nə başa düşmədim və mən onu məcbur evə verirəm, sözləri tapsın, yazsın, cümləni yazıb tərcümə eləsin ki, daha məsuliyyətli olsun və